İnsanın rifahı, saadəti hadisələrin necəliyindən yox, onlara münasibətindən doğur. Həyat bir güzgüdür. Sən düşüncələrində görünürsən. Hər səhər eyni hadisəyə fərqli düşüncə ilə yanaş. Eyni insanlara, eyni vəziyyətlərə, eyni ağrılara yeni bir bucaqdan bax. Görəcəksən ki, həyatın dəyişməyə başlayır. Həyat əslində dəyişmir, biz dəyişirik. Düşüncələrini dəyişmək, reallığı dəyişmək deməkdir. Həyat sənə qarşı deyil. Həyat sadəcə səni sənə göstərir. Ona necə münasibət göstərmək sənə qalmış. Düşüncə görünməz bir gücdür. Bu görünməz güc həyatımızda ən real nəticələri yaradır. Nə düşünürsənsə, onu yaşayırsan. Sən nəyə inanırsansa, həyat onu sənin qarşına qoyur. Düşüncə bir toxum kimidir. Nə əkərsən, onu biçərsən. Qorxu əkərsən, narahatlıq biçərsən. Ümid əkərsən, həyat sənə yoldaş olar, yollar açar. İnsanın ən böyük bacarığı yaşamağı bacarmaqdır. Yaşamaq sənətlərin ən ucasıdır. Bir ağac kimi köklü, bir uşaq kimi saf, bir müdrik kimi sakit ol, sakit yaşa.